Salam, hər vaxtınız xeyir olsun. Bu günlərim din topluluğunun ikinci hissədən həzm orqanları və qidanın həzmi mövzusunun izahını edəcəm. Deməli, birinci testimizdə yetkin insan kəlləsinin at çənə sümüyündə normalda neçə diş yuvası olur, onu soruşur. Sadəcə burada yetkin insan sözünə diqqət yetirmək lazımdır. O 22-60 yaş arasıdır və onun normada 32 diş olmalıdır və alt çənədə onun 16 dənə dişi yuvası olacaqdır. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sorulması baş verir? İlk testlər bir qədər sadədir, bu yoğun bağırsaqdır, amma bir şey bilək ki, bu da bir uyğunlaşmadır ki, suyun sorulması həzm sisteminin aşağı şöbələrində olur. Çünki su əvvəlcədən sorulsa, bağırsaqla qidanın itələnməsində bir problem yarana bilər. Burada üçüncü sualda hansı struktur yalnız fiziki cəhətdən qidanı dəyişikliyə uğradır? O da əlbəttə ki, dişlərdir. Yenə yetkin insanın ağzında maksimum neçə böyük yazı dişi var? Əlbəttə ki, böyük yazı dişləri alt çənə və üst çənə götürəndə 12 dənədir yetkin insan üçün. Yetkin insanın ağzında maksimum neçə kiçik yazı dişi var? Bu da 8 ədəddir. Çünki içi belə paylanmışdır. Yetkin insanın ağzında maksimum neçə kəsici diş var? Alt və üst çənə birlikdə yenə də 8 dənədir. Həzm kanalının hansı hissəsində xlorid turşusu olur? Bu aydındır ki, mədədə tuş mühiti yaradan xlorid turşusuydu. Ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz, ümumiyyətlə qida almanı tənzim edən mərkəz uzun sol beyindir. Ona görə də burada bizim cavabımız B bəndi olacaq. Yəqin ki, üzürlü sayarsınız, bir qədər səhhətimdə problem yaranıb. Həzm kanalının hansı şöbəsində xovlar vardır? Əlbəttə ki, burada yenə də sorulma gedən nazik bağırsaqda olacaq xovlar. Öd hansı orqanda sintez olunur? Öd qaraciyərdə sintez olunur. Yəni oradan 12 barmaq bağırsağa axır və o yolda kisədə də toplanmış olur. Karbohidratların parçalanması insanın hansı şöbəsində başlayır demir. Yəni olur olan da 2 şöbədir, amma başlayır da o da ağız boşluğundadır. Çünki ağız suyu vəzləri karbohidratlara təsir edə bilirdi. İnsanda həzm prosesi və maddələr mübadiləsi nə cür tənzim olunur? Həm sinir, həm də humoral yolla. Yəni doğrudur, orta məktəb dərsliklərində hormonal tənzimdən, qastrin və s.dən yəni danışılmayıb, amma kitabın dərsinin mövzunun sonunda bu cümlə vardır ki, həzm prosesi və maddələr mübadiləsi həm sinir, həm də humoral yolla tənzimlənir. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə azı dişi vardır? Deməli, burada bəzən uşaqlar çaşır, tərəddüd edir ki, yəni böyük yazı, kiçik yazı. Əgər azı deyibsə, böyük yazı, kiçik yazı deməyibsə, onda biz hər ikisini götürəcəyik və 5 dənə, yəni bu paya böləndə burada 5 dənə. Sonra insanda öd hansı orqanda sintez olunur? Məncə biz bunu dedik, qaraciyərdə dedik, sirozda qaraciyər orqanının xəstəliyidir. Dediyim kimi bu testlər bir qədər sadədir. İnsanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harada sintez olunur? Əlbəttə ki, mədə-altı vəzidə, mədə-altı vəzi fermentlərini öd fəallaşdırır. Sualın əks formaları ilə də tez-tez rastlaşacağıq. 16-cı sual, insanda bağırsaq xovlarının divarının səthini bir qat epiteli örtür. Ümumiyyətlə, mübadilə aparan qan kapillyarlarında, ağciyər alveollarında, bağırsaq epitellərində, bağırsaq xovlarında bağışlayan bir qat epitel olur. Çünki mübadilə normal getməlidir. 17-ci sual, yetkin insanda normada hansı dişlər bərabər sayda ola bilər? Ağıl dişləri 4 dənə, kəskin dişlər 8 dənə, xeyr. Köpək dişləri 4 dənə, ağıl dişləri 4 dənə, əslində cavabı tapdıq.
digərlərini də izah etmək olar rahatçılıqla. Yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Və burada 2 nöqtəyə fikir verəcək. Ən az olan dişlər köpək dişləridir 4 dənə. 4-də hansı dişdən 3 dəfə azdırsa onun sayı 12 olmalıdır. O da bizdə böyük azı dişləridir ki, yəni cavab budur. Hansılar həzm vəzlərinə aiddir? Əlbəttə çox sadə sualdır. Yəni o cavab gedir, tərzat və s. gedir. Onda da deybənd olacaq. Buradan da yəni ofis çıxacaq. Buradan da yenə tər, ki vəzləri. 20-ci sual. Deməli, insan həzm sisteminin orqanının xəstəliyidir. Qaraciyər bizim həzm sistemimizə aiddir. Yəni kanaldan kənarda olan vəzilərdən biri sayılır. Həm də ən iri vəzi. Onun da xəstəliyi sirroz. Az yuxarıda demişdik bunu biz. Qaraciyərin xəstəliyi. Yəni testləri belə ardıcıl işləyəndə rahat tapmaq olur, amma yəni şagirdlər üçün deyirəm, abituriyentlər üçün, amma belə ayrıca rastına çıxanda biraz tərəddüd edə bilər. Amma burada ardıcıllıq bir-birini tamamlayır. Yenə də 21-ci sual hansı orqanların xəstəliyi sırasındadır? Yenə artıq cavab tapılmış olur. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı, yetkin insanın alt çənəsində bir dişlə qonşu olan dişlər ən sonuncu ağıl dişləridir. Yəni ondan sonra heç bir diş yoxdur. Yəni A-nın sayı 2-dir. Sonra öz diş qrupu ilə qonşu olmayan, yəni 2 dənə də alt çənədə köpək dişləri var. Bunda sayı 2 dənə, 2 və 2, 4 edir. Cavabda deməli D bəndidir. 23-cü testə baxaq. Aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilə bilir? Həzm dərsinin əvvəlində yazılmışdı ki, vitaminlər, mineral duzlar, bir də su həzmə uğramadan qana keçir. Yəni burada da cavab 2 və 3 olacaq. Deməli A bəndi. Deməli burada 24 həzm kanalından kənarda yerləşir. Lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzisi, o da deməli mədə-altı vəzidir. Əlbəttə ki, hamımız məncə bilirik. 25-ci testə baxaq. Şəkildə mədə hansı rəqəmlə göstərilmişdir? 3 rəqəmi ilə göstərilmişdir. Sonra şəkildə 12 barmaq bağırsaq, bu mədədən sonra qida 12 barmaq bağırsağa keçir. Bu da 4 rəqəmi ilə göstərilib. Sonra burada biraz çox tünd düşüb şəkil. Amma ona baxmayaraq bilmək olur ki, bu mədədir, bu qaraciyərdir, bu öddür, bu 12 barmaq bağırsaqdır, bu isə mədə-altı vəzidir. Mədə-altı vəzi. Deməli, indi baxaq suallara. 3-cü mədə-altı vəzi haqqında deyil. İnsulin və glikogen. Glikogen karbohidratlı hormon deyil. Burada glikagon olmalıdır. Çox çaşdırıcı götürüblər. Yəni bu səhvdir. Biz doğrunu axtarırıq. Ən iri daxili sekresiya vəzisidir. Qaraciyər ən iridir, amma daxili sekresiya deyil. İkinci, polisaxaridləri parçalaya bilmir mədə. Mədə bəzi polisaxaridləri parçalaya bilmir. Biz düz cavabı tapdıq, amma davam edirik.
Çoxucana bənzər çıxıntıya malik olan şöbəsi var. Çoxucana bənzər çıxıntı yoğun bağırsağın şöbələridir. Amma biz 12 barmaq bağırsaq, nazik bağırsaqdan danışırıq. Beşinci isə yağların kimyəvi həzmini həyata keçirir. Böyük yağların kimyəvi deyil, mexaniki xırdalanmasına onun dərsliyində verilib bu söz. Yəni 8-də də var, amma daha çox onun tipdə aydın yazılıb. Həzm kanalının hansı şöbəsinin divarı üzvü maddələrin parçalanma məhsullarının sorulması üçün uyğundur. Bayaq demişdik, xovlu hissə, yəni nazik bağırsaq. İri həzm vəzləri həzm kanalı ilə necə birləşir? İri həzm vəzləri ağız suyu vəzləridir. Qaraciyərdir, məədaltı hər birinin xüsusi axacağı gəlib həzm kanalına açılır. Həzm sisteminin hansı şöbəsinin səhdinin sahəsi daha böyükdür? Əlbəttə bu nazik bağırsaqdır. Çünki o xovları, qırışları atıb sərsək çox böyük kvadrat metrlərə çatır yüzlərlə. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə diş yuvası var? Bunu bayaq biz başa saldıq ki, yəni sağ yarısını götürür. Əslində məktəb dərsində verilmir. Üst çənə sümüyü 2 hissəlidir. Bu da 8-dən onadır. Məədaltı vəzinin, yəni 31-ci cavabın. Məədaltı vəzinin hazırladığı həzm fermentləri verilən qida maddələrindən hansılara təsir edəcək? Bu testi tam 8-ci sinif səviyyəsində yazmaq olmur. Çünki gərək uşaq ya kimyadan bilək ki, saxaroza disaxariddir, yəni hələ parçalanması mümkündür, amma məsələn qlukoza monosaxariddir, yəni parçalanma məhsuludur. Yəni bu parçalanmayacaq, bir də vitamin parçalanmayacaq. Amma saxaroza da parçalana bilər, zülalda, yağda, həzm kanalında. Çünki məədaltı vəzi, daha doğrusu 12 barmaq bağırsaqda. Çünki məədaltı vəzi zülalada, yağada, karbohidrata da təsir edə bilir. Cavab 1, 2, 5. Bu da D bəndi olur. Məədaltı vəzin və qaraciyərin axarları həzm kanalının hansı şöbəsinə açılır? Burada ilk baxışda uşaq 12 barmaq bağırsağı axtarır, tapmır və deyir cavab yoxdur. Belə deyil, nazik bağırsaq bir şöbəsi deyə rahatçılıqla bunu qeyd eləmək olar. Bu testlərin çoxu əvvəlki test bankında da var idi. Deməli, 34-cü test apendiks çıxıntısı, yəni xocana bənzər çıxıntı, o kör bağırsağın bir hissəsi idi. İnsanda həzm kanalının hansı şöbəsində zülalların parçalanması başlayır, yenə başlayır. Başlayır deyəndə mədədə başlayır, davamı da 12 barmaq bağırsaqda davam edəcək. İnsanın həzm sisteminin hansı şöbəsində süd yağları həzmi başlayır? Bildik ki, yəni mədədə yalnız elə süd yağları olur. Yağların içindən bir qisim süd yağları olur. Onun da həzmi yəni mədədə başlayır da. Baxmayaraq ki, digər yağların həm də süd vəzinin davamı, süd yağlarının davamı 12 barmaq bağırsaqda gedir. 37-ci sual, deməli, həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir? Əlbəttə ki, yoğun bağırsaqda. Yəni, buna aid testlər olur, var aşağılarda da. Həzm sisteminin, həzm prosesi zamanı əmələ gələn zərərli maddələrin əsas hissəsi hansı orqandan keçərkən zərərsizləşir? Bu, qaraciyərdir. Qaraciyər qapı veynası deyilir. Bağırsaq xovlarından gələn damar gəlib birinci buradan keçir. Yəni, bura hər bir şeyi, artıq maddələri və zəhərləri zərərsizləşdirir. Sonra qaraciyər veynası ilə artıq qaraciyərdən çıxıb davam edir aşağı boş veynaya doğru. Keçdik 39-cu testə.
Həzm kanalının hansı şöbəsində zülallar, yağlar və karbohidratlar fermentlərin təsiri ilə parçalanır. Bunu az yuxarıda demişdim. Hər üç maddənin parçalandığı yer 12 barmaq bağırsaqdır. Yəni çox rahatlıqla yenə də biz nazik bağırsaq sözünü götürə bilərik. 40-cı sual, deməli, bağırsaq xovlarından hansı damarlar çıxar? Bağırsağa daxil olanda arteriya kapilyarları daxil olur. Çıxanda isə limfa və vena kapilyarları xaric olunur. Bax, burada baxa bilərik. Deməli, qırmızı rəngdə olan arteriya kapilyarları daxil olur. Çıxanda göy, bir də bu yaşıl. Yaşıl limfanı işarə edir. Yəni, çıxanda 2 kapilyar çıxacaq, yəni demək istəyirəm. Bu da 40-cı sualın cavabıdır. İnsanda mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Düzgün olmayanı. Mədə şirəsi bilirik ki, zülalları, bir də yalnız süd yağlarını parçalayır. Amma burada məsələn yazıb ki, yalnız yağları parçalayır. Bu da əlbəttə ki, yalnız zülalları parçalayır. Əlbəttə ki, yanlışdır. Zülalları və yağları parçalayır olmalı. Qalan şirənin tərkibində selik var, xlorid turşusu var. Selik mədənin divarını qoruyur. Xlorid turşusu tuş mühit yaradır. Bax belə. İnsan orqanizmində üzv maddələrin həzm olunması əsasən harada başa çatır? Əslində üzv maddələrin fermentativ parçalanması ilə nazik bağırsaqda başa çatır. Yoğun bağırsaqda sadəcə bakteriyaların iştirakı ilə sellulozanın və s. parçalanması ola bilir. Amma əslində həzm başa çatır buradadır. Həzm maddələrin xırdalanıb parçalanıb qana keçmə halıdır. O da burada baş verir. Nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağılardan hansı baş verir? Əgər xovlar sorulma prosesini aparırsa, 100% ki, xovların fəaliyyəti azalıbsa, kifayət qədər qana sorulma baş verməyəcək. Yəni cavab A bəndə olacaq. 16 yaşlı yeniyetmənin demək normal şəkildə ağzında neçə diş olur? Bəzi uşaqlar mübahisə edir bunu ki, yəni artıq 16 yaşı var, amma ağıl dişləri hələ çıxmayıb. Mən deyim, kitabda 16-dan sonra çıxır yazılıb, yəni 16 plus. Digər test tapşırıqlarında da 16 yaşında 28 diş götürüb. Yəni ağıl dişlərini normada saymır. Çıxa bilər. Heç 16-dan sonra da çıxmaya da bilər bəzən. Amma yəni fakt normada onun 28 dişi olacaq. 5-ci testə baxaq. Aşağıdakı cərgələrdən hansında insanın həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı çox asandır? Ağız boşluğu, sonra udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq. Bu da C variantıdır. Tuş mühit mədədədir. Orada da yalnız süd yağlarıdır. Yəni bunlar təkrar testlərdir. Mədəaltı vəzi haqqında deyilənlərdən hansı yanlışdır? Karbohidrat mübadiləsində iştirak edir. Burada mübadilə yazıb. Orada həm qarışıq sekresiya vəzsi kimi həm belə, həm də belə yəni iştirak edir. Bilirsiniz ki, yəni orada insulin və glikagon karbohidrat mübadiləsində iştirakçıdır. Yəni doğrudur. İfraz etdiyi fermentlər yağları, zülalları, karbohidratları parçalayır. Bəli. Biz səhv fikir axtarırıq. Axacaqları 12 barmaq bağırsağı açılır. Bəli, belədir. Yəni axacaq ora açılır. Qarışıq vəzidir. Bu da doğrudur. Karbohidrat mübadiləsində yalnız xaric sekresiya vəzsi kimi iştirak edir. Yox, mən A variantında onun insulin və glikagonun adını çəkdim. Yəni daxili sekresiya vəzsi kimi də iştirakını qeyd etdim. Burada yalnız sözü, yəni
cavabı kölgələyir, ona görə də cavab Y bəndi olur. Deməli, indi gəlir 48-ci test. İnsanın diş aparatında neçə süd dişi olur? Aydındır da bu da. 20 dənə olur. Mədə-altı vəznin fermentləri həzm kanalının hansı şöbəsində, hansı maddənin təsirindən sonra fəallaşır? Dedik, mədə-altı vəznin axar 12 barmaq bağırsağı açılırsa oradadır və ödündə təsirindən fəallaşacaq. Yaşlı insanın daimi dişlərinin sayı, ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına olan nisbəti. Yetkin insanda 32, deməli, 32, amma ağıl dişləri çıxmamışda isə 28. Bunu da 4-ə ixtisar edəndə 8-in 7-yə nisbəti kimi qalır. Sonra insanın mədə-altı vəzi haqqında deyilənlərdən hansı yanlışdır? Deməli, dediyi mədə-altı vəzi fermentativ proses həyata keçirir. Xarici sekresiya vəzisi kimi, həm də yəni axacaq olaraq xarici sekresiya vəzisi kimi həzmdə iştirak edir. Daxili sekresiya vəzisi də karbohidratların mübadiləsində iştirak edir. Plastikoz yapmaq, qurmaq, yaratmaqdır. Onu assimilasiya sözü ilə və s. ilə də əvəz edərik. Amma məsələn deyə bilərsiniz ki, glikozadan glikogen alınır. Amma həzm prosesində plastik getmir. Həzm prosesində parçalanma gedir. Ona görə əslində yanlış cavab A-dır, amma davam edə bilərik. Yenə də axırı, yəni 8-ci sinif şagirdləri bu plastik mübadilənin nə olduğunu bilməsələr biraz çətinlik çəkə bilərlər, amma abituriyentlər varsa mövzularla tanış olanda bilərlər. Yəni sadəcə baxaq ki, ifraz etdiyi fermentlər parçalanmanı təmin edir demişik, axacağı 12 barmağa bağırsağı açılır demişik, qarışıq sekresiya vəzisidir. Ödün təsirindən fermentlər fəallaşır, bunu demişik. Keçdik 52-ci testdə. Bunlar yenə də diş saylarıdır. Yetkin insanın normada alt çənədə köpək 4 dənə, böyük yazı dişləri isə bu çənədə deməli 3, üzr istəyirəm, alt çənədə köpək dişləri 2 dənə, deməli böyük yazı dişləri isə 6 dənə. Yəni 2-nin 3-ə. Yox, neysə qarışdırdım. Yetkin insan alt çənədə köpək dişi 2 dənə, bu çənədəki böyük yazı dişlərini, birin ixtisarı düz aparmamışam, birin 3-ə. Yetkin insanda normada alt çənədəki böyük yazı dişlərinin sayının bu çənədəki kəskin dişlərin sayına olan nisbəti. Yenə də alt çənədə böyük yazı dişlər 6 dənə, burada kəsici 4 dənə ixtisar eləyək. 3-ün 2-yə. Bəli. Sonra həzm kanalının hansı hissəsində kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır. Məlumdur ki, 12 barmaq bağırsağı açılır. Deməli, bu mədə-altı vəzidir, bir də qaraciyər ödaxarı. Amma ağız boşluğuna isə, yəni 6 dənə ağız suyu vəzləri açılır. Ona görə də cavab ağız boşluğudur. Həzm kanalından kənarda yerləşən cəmi neçə iri həzm vəzi, deməli, axacağı açılır. Həzm kanalına orada indi saydıqlarım 6, o da 2, yəni cəmi 8 dənə. Sonra 56-cı test.
İnsanda həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər. Bayaq dedik, zülalların həzmi mədədən başlayır. Mədədə mühit tuşdur. Ardı da gedir 12 barmaq bağırsaqda və mədədə pepsin, 12 barmaq bağırsaqda da tripsin fermentlərin iştirakı ilə. Ona görə də əvvəlcə tuş, sonra da qələvi mühit götürəcəyik. Normal ontogenez zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəsici dişlər çıxarılıb. Yəni 4 dənə dişini çəkiblər bu uşağın. Onsuz da bunun 28 dişi var idi. Bundan da 4-ünü çıxardıblar. Olub 24 dənə dişi qalıb. Qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti neçə olar? Deməli 24-ün 32-yə nisbəti. Bu da 8-ə ixtisar gedir. 3-ün 4-ə nisbəti. Cavab da E bəndi. Qalan dişlərin yetkin insan olan dişlərin sayını olur. Düz demişəm. Normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişləri çıxarılıb. Yəni, yenə də 24 dənə dişi qaldı. Çünki köpək dişlərinin sayını 4 dənə bütün. Burada alt çənədə kəsici idi, burada bütün. Qalan dişlərin sayını yenə də 24-ün həmən cavab olur yenə də. Qalan dişlərin sayının 24-ün yetkin insanda olan dişlərin sayına nisbəti neçə olacaq? Yenə də bəli 24-ün 32-yə, yenə də 3-ün 4-ə. Burada deməli nə deyir? Qrafik soruşur. Həzm deməli hansı qrafik qidadakı zülalların insanın həzm kanalına keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşularının dəyişməsini göstərir. Əgər amin turşular artıbsa, həzm artıb. Bəzən uşaq çaşır, elə başa düşür ki, zülala təsiri yox. Burada parçalanmaya baxmaq lazımdır. Əgər ağız suyunda amin turşu artmayıbsa, dəyişməyibsə, deməli burada doğru olaraq, yəni zülalara təsir edən ferment yoxdur. Bu doğru, bu hissəsi. Mədədə əmələ gəlməyə başlayıb. Bunda bu hissəsi doğru. 12 barmaq bağırsaqda daha artıb. Bu da hər üç variant bizi ödədi. Bunda cavab A variantıdır. Amma elə belə buna baxmaq olar ki, məsələn, ağız boşluğunda amin turşular artıb. Bu tam yanlışdır, belə şey yoxdur. Mədədə düz gedib. Bu da yanlışdır. Bir də bu tərəfi doğru gəlir. Ona görə də eləcə də hamısına baxmaq lazımdır. Yəni buna uyğun olaraq qrafiklərə baxmaq olar. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Əlbəttə ki, qida borusu döş boşluğunda o yerləşir. Sonra da bilirik ki, o yəni diafraqmadan sonra bir hissəsi keçib qarın boşluğunda mədəyə çatır. 62-ci şəkilə baxırıq. Bura qida borusudur, bura mədədir, burada 12 barmaq bağırsaqdır. Baxırıq testdə. Deməli, 3-də süd yağlarını parçalayan ferment var mədədə. Bəli, doğrudur. 1-ə yağlar, karbohidratlar, zülallar daxil olur. Bəli, doğrudur. Qida borusudursa, yemək oradan gələcək üz aşağı. 3-ün şirəsinin fermentləri karbohidratları həzm etmir. Bu da doğrudur. Zülal karbohidratları həzmə uğratmır. 3-də gliserin və yağ turşuları yoxdur. Mədədə gliserin və yağ turşuları yağın parçalanmasından əmələ gəlir. Əgər yağ parçalanmayıbsa, doğrudan da gliserin və yağ turşuları olmayacaq. Amma mədədə axı süd yağları parçalanırdı. Ona görə də orada gliserin və yağ turşusu var idi və yəni yanlış cavab deyil cavabıdır. 2-yə karbohidrat daxil olur. Niyə olmasın ki, demişik axı burada da karbohidratların həzmi gedə bilir. Yəni bu cavab da doğrudur. 63-cü testə baxaq.
Hansı şəklə əsasən hansı ifadə doğrudur? Bir qida boş. Yenə həmən ifadə baxaq görək. Deməli, üçün mədənin şirəsinin təsirindən karbohidratlar həzmə uğrayır. Bəli, bu düz. O üzr istəyirəm. Yox, biz yəni test olaraq bunu götürmürük demək istədim. Yanlış fikirdir. Birə yağlar, karbohidratlar daxil olmur, yanlışdır, daxil olmur. İkidə heyvan mənşəli yağların parçalanması baş verir. Burada yəni heyvan mənşəli yağların parçalanması baş verir. İndi bu qalsın, mən fikrimin ardını deyəcəm. 3də süd yağlarını parçalayan ferment yoxdur. 3də süd yağlarının, bu da yanlışdır. 2də amin turşu yoxdur. Bu da yanlışdır. 2də amin turşu var. Qaldı bura heyvan mənşəli yağların parçalanması. Biz yalnız süd yağlarının mədədə demişdik. Bəs digər heyvani yağlar var, balıq yağı var, digər heyvani yağlar var. Onların parçalanması 12 barmaq bağırsaqda gedə biləcək. Ona görə də C variantı doğru variantdır. 64-cü testə baxaq. İnsanın yoğun bağırsağında yaşayan faydalı bakteriyaların sayı bir qədər artarsa, onda nə baş verir? Bayaq dedik ki, orada bakteriyalar vardır ki, həm digər bakteriyaları məhv edir, həm orada vitamin sintez edir. Həm də yəni selulozanın da kimya parçalanmasında iştirak edir. Əgər artıbsa mikrob sayı artmaz, selulozanın parçalanması zəifləməz, ümumiyyətlə məhsulların parçalanması zəifləməz, amma vitaminlərin sintezi artar. Yəni ki, indi dedim ki, bu bunu başarır. Bir də ki, əgər həzm normal gedibsə, qida bağırsaqda niyə artıq müddətə qalsın ki? Yəni, bu da yanlış fikirdir. 64-cün cavabı D bəndi olur. 65-ci testə baxaq. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöpü bakteriyaları sayı azalarsa, əlbəttə indi dedik, eyni şeydir. Vitaminlərin sintezi azalacaq. 66-cı testə baxaq. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşularının miqdarı daha çoxdur? Bir dənə söz demişdik, harada başlayır? Mədədə. Amma orada bir qrafikdə də gördük, mədədə hələ bir balaca artım vardı, amma 12 barmaq bağırsaqda daha, o da 12 barmaq bağırsaqda nazik bağırsağın bir hissəsidir deyə cavab C bəndi götürür, yəni həzm kanalının ən uzun şöbəsində. 67-ci testə baxaq. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı çoxdur? Yağlar gliserin və yağ turşularına parçalanır. Əgər yağ turşusu çoxdursa, bu deməkdir ki, yağlar parçalanıb. O da bildik ki, sadəcə süd yağları mədədə idi. Qalanları hamısı 12 barmaq bağırsaqdaydı. Ümumiyyətlə, ona görə də yenə də həmən bu cavabı götürəcəyik. 68-ci sual. Həzm kanalından kənarda yerləşən vəzlər. Mədəni çıxacaq, mədə ilə mədə divarındadır. Bağırsağı çıxacaq. Bağırsağı yenə buradan çıxardacaq. Yəni də cavab A bəndi olur. 69-cu testə baxaq. Həzm kanalının daxili divarında yerləşən vəzlər, yəni indi bu cavaba əks olaraq, o da olacaq mədə vəzləri və bağırsaq vəzləri. Çünki buradan mədə-altı kənardır, qaraciyər kənardır, yenə mədə-altı qaraciyər kənardır, yenə mədə-altı kənardır. 4 yaşlı uşağın ağzında normada neçə azı dişi olur? Yenə də burada söhbət əlbəttə ki, kiçik azı dişlərindən gedəcək. O da sayı belə 2-2, 8 dənə olacaq. 14 yaşlı yeniyetmədə normada cəmi neçə böyük azı dişi olur?
14 yaşlı yeniyetmədə normada cəmi artıq onun ağıl dişləri yoxdur, amma digər böyük yazı dişləri çıxıb, yəni 4-4 sayacaq, 16 dənə. 14 yaşlı yeniyetmə, yox, böyük yazı deyil, üzr istəyirəm, böyük yazı bildim azı deyil, bəli, 8 dənə, amma azı desəydi sadəcə orada 16 olardı. Həkim dişlərini müayinə edən şəxsə alt çənədəki kəskin dişlərin sayı qədər, 4 qədər, yəni dişlərin müalicəyə ehtiyacı olduğunu deyir. Yəni bu insanda neçə diş müalicə olunmalıdır? Əlbəttə ki, 4 dənə diş müalicə olunmalıdır. 73-cü testə baxaq. Şəkildə biraz səliqəsizlik tükdədə, bu yenə mədə altı vəzidir. Bir mədədir. 3 12 barmaq bağırsaqdır, yəni öddür və s. İndi baxaq görək sualda nə deyil. Hormon ifraz edən həzm vəzsi hansı rəqəmlə göstərilib? Yəni mədə altı vəzi artıq sualdan əvvəl yazıb göstərdik. 74-cü sual. Həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Həzm kanalında fermentlərin təsirindən karbohidratlar ağızda başlayırdı, bayaq demişdik, mədədə olmurdu. Bir də 12 barmaq bağırsaqda davam edirdi. Onun da cavabı belə idi ki, əvvəlcə ağızda zəif qələvi idi, onun ardınca deməli 12 barmaq bağırsaqda isə qələvi götürürdük. Onda da cavab C bəndə olacaq. İndi 75-ci testə baxaq. Ox qoyulan, yəni indi mədə altı vəzi orqan haqqında 75 orqan haqqında hansı düzgündür? Tanıq boşluğunda yerləşir, xeyr. Yalnız xarici sekresiya vəzsidir, xeyr, qarışıqdır dedik. Kör bağırsaq açılır, xeyr, 12 barmaq bağırsaq açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Bəli, bu onun sinif dərsliyində var idi. Bu söz pankreatit xəstəliyinə səbəb olmaq. Bax, burada bu yazılmışdı, pankreatit xəstəliyinə səbəb olunan mədə altı vəzi tərəfindən ifraz olunan amilazan miqdarının azalmasından baş verirdi. Funksiyanın pozulması enterkolit xəstəliyinə səbəb olur. Bu xəstəlik lipid mübadiləsinin pozulmasından olur. Yəni bizim cavabımız deyildi. Mədə altı vəzi və qaraciyər. Bəzən şagirdlərə deyirəm ki, bir dənə rəqəmlə testi müəyyən eləmək olar. Deyir, müəllimə biz də eləyək. Deyirəm, yox, çaşa bilərsiniz, amma bir digər şeyə baxaq. Funksiyaların pozulması sirroz xəstəliyinə səbəb olur. 7 zeta aiddir. Zeta 7 cavabına aid olması bir dənə buradadır. Amma belə hamısını bir xırdalaya bilərik. Qarın boşluğunda yerləşir. Bu 7-ni bura yazaq. Qarın boşluğunda yerləşir 8. Bu həm mədə altı vəziyyəti, həm qaraciyərə. Ona görə də bura yazıram 8. Sonra funksiyasının pozulması pankreatit, indi dedik, 6 bura yazılacaq. Axacaq 12 barmaq bağırsağı açılır. Yəni ortaq əlamət. Bu da 5. İndi demişdik, çünki ikisinin axarı birgə açılır. Mədə altı vəzidə, qaraciyərdə hər ikisi tək vəzidir deyə, yəni 4-ü də ortaqda götürəcək. Sonra 3, qarışıq sekresiya vəzsidir. Bu mədə altı vəziyə aiddir. Sonra həzm kanalından kənarda yerləşən vəzidir. Bu ortaqdır deyə bura aiddir. Xarici sekresiya vəzsidir. Bu tam olaraq 1-ə aiddir. Və beləliklə də biz A variantını tapmış olduq. Amma yenə də əgər digər cavabları bilməsəniz, ipucu kimi birdən istifadə eləmək olur. Əlbəttə ki, dediyim kimi başqa cavablarda o rəqəm yoxdursa. 77. Öd nə iş görür? Öd ferment deyil.
Bunu bir dəfəlik yəni yadda saxlayın. Öd sadəcə yağı xırdalayır mexaniki. Ondan sonra əlbəttə ki, yağın həzmi asanlaşır. Yəni bir var böyük bir şəkər parçası, bir də var şəkər tozu. Fermentin hər tərəfdən təsirinə görə yağların həzmi asanlaşmış olur. İnsanın həzm kanalında zülalların iki fərqli mühitdə, yadıma salım, zülal mədədə, bir də 12 barmaq bağırsaqda. Deməli, mədədə turş, 12 barmaq bağırsaqda qələvi mühitdir. Və mən bəli cavabı ilə start götürürəm. Ona görə də olmaz cavablarına baxmıram. Yalnız onların üstündə dayanıram. Olar, çünki həm turş, həm də qələvi mühitdə parçalanır. Bəli cavab budur. Hər ehtimala qarşı digər cavaba da mütləq baxaq. Onlar həm zəif qələvi ağızdadır. O da zülala aid deyil. 79-cu test. Nə üçün qusan uşağı bir yanı üstündə uzatmaq lazımdır? Çünki sadə bir şeydir. Qusuntu məhsulu qida tənəffüs borusuna getməsin. Vəssalam, yəqin ki, o tənəffüs borusuna getsə, nəfəs borusuna getsə, o boğulacaq və belə bir hal olub da. Yəni, insan özündən gedərkən qusub və onu sadəcə arxası üstə qaldığına görə də o şəkildə məhv olmuşdur. İnsanın həzm prosesinə aid deyil. İnsanın həzm prosesinə aid deyil. Baxaq, qidanın kimyəvi dəyişikliyi niyə də olmasın? Elə oldu da problem, proses yəni. Fermentlərin iştirakı, bəli. İstiliyin udulması, yəni həzmdə istiliyin udulması niyə baş versin ki, belə bir şey? Suyun iştirakı həzmdə, bəli. Qidanın mexaniki dəyişikliyi, bəli. Cavab B bəndi.